Yeni ilə, yeni motivasiya ilə, yeni düşüncə ilə, yeni hisslərlə daha uğurlu bir formada keçmək üçün sən köhnə ildən mütləq olaraq bir ibrət götürməlisən. Sən dəyişsən, yeni ilə, yeni düşüncə ilə girsən, yeni hisslərlə, yeni niyyətlərlə, yeni hədəflərlə daxil olsan, yeni il sənin üçün uğurlu olacaq. Yeni il sənin üçün tərəqqi ili olacaq. Yeni il sənin üçün xoşbəxtlik ili olacaq. Sən özün dəyişiklik gözləyirsənsə, dəyişiklik üçün o səbəbləri dəyişməlisən. Səbəb dəyişməsə, xarakterin dəyişməsə, düşüncə dəyişməsə, səndə dəyişiklik də olmayacaq. Ona görə hamınıza arzu edirəm, xalqıma arzu edirəm ki, yeni ilə gözəl niyyətlərlə, gözəl hisslərlə, ali hədəflərlə keçək və onda yeni il bizim üçün fərqli olacaq. Yeni ilin əvvəlindən bir hədəflər təyin edin, böyük hədəflər təyin edin. Üstün hədəflər təyin edin. Köhnə ildə etmədiyiniz hansı qərarlar qəbul edin. Deyin ki, yeni ildə bu işləri görəcəm, bu kitabları oxuyacağam. Hamınıza arzu edirəm ki, düşüncələriniz dəyişsin, xasiyyətiniz dəyişsin. Təbii axarı ilə də həyatınız dəyişəcək. Məsələn, həyatın dəyişilməyini mən sizə istəmirəm. Çünki sizin pis xasiyyətiniz dəyişsə, yanlış düşüncələriniz dəyişsə, həyatınız elə təbii axarı ilə gözəlləşəcək. Təbii olaraq dəyişəcək. Allah hamımızı xoşbəxt eləsin. Bütün o arzularım xalqımız üçün olsun, dövlətimiz üçün olsun, sizlər üçün olsun.